Selamun Aleyküm ve Rahmetullah Berekatuhu. Bugün size inşallah Mədinə 2-nin 4-cü dərsinin qrammatika bölümünü başa salacağım. 4-cü dərsində keçmiş zaman fe'linin hallanmasından danışır. Burada əslində biz keçmişdik Mədinə 1-in dərsliyində orada fe'lin hallanmasın. Bu dərsimizdə də təkrar bizə verir. Baxaq burada, məsələn, birinci şəxsdə əvvəl bunu götürək. Məsələn, ənə, mən idisə, həm kişi, həm qadın cinsində biz bu zaman fe'lin sonuna tu əlavə edirdik və zəhəb və fe'lin götürsəydik, zəhəb tu. Yəni, mən gedirəm, mən getdim daha doğrusu keçmiş zamanda həm kişi, həm qadın cinsi üçün istifadə olunur. Sonra, əntə sən deməkdir kişi cinsində. Əgər sənin getdiyini deyirəmsə, keçmiş zamanda bu zaman fe'lin sonuna tə artırıram, zəhəb tə. Qadın cinsində zəhəb ti olacaq, çünki əntidir. Sonra huvada yoxdur, çünki zəhəbə deyəndə artıq bizim yəni üçüncü şəxsin getdiyini bilirik deyə. Ona görə zəhəbə fe'lində şəxs yoxdur. Sonra burada hiyə o deməkdir. Buradakı tə şəxs sonluğu deyil, sadəcə zəhəbət sözü artırılmış tədir. Yəni qadın cinsinin əlamətini bilindirmək üçün. Sonra nəhnu həm kişi, həm qadın cinsində biz getdik deməkdir. Yəni zəhəbnə biz getdik. Əntum siz deməkdir. Əgər sizin kişi cinsində getdiyinizi deyiriksə, zəhəb tum deyirik. Qadın cinsində isə əntun nə idisə, fe'ldə zəhəb tun nə olacaq? Sonra onlar kişi cinsində hum idi, fe'ldə zəhəbu sözün sonu u artırırıq. Hunnə qadın cinsindədir, onlar deməkdir və biz bunda fe'lin sonuna sadəcə nə artırırıq. Zəhəb nə. Fikir verin, baxın, zəhəb nə deyirəmsə, qadın cinsində onların getdiyini deyirəm. Amma zəhəb nə uzadanda artıq biz getdik mənasını verir. Bu keçmiş zaman fe'li idi və onu deyim ki, keçmiş zaman fe'llərində məsələn, mən getmədim desəm, bu zaman fe'lin önünə mə ədatı gələcək. Yəni, mə zəhəb tu. Yəni, bu keçmiş zamana aiddir. Mə zəhəb tu, mən getmədim. Və yaxud da mə zəhəb tə, sən getmədin. Sonra, burada nə qaydamız var? Məsələn, burada hətta misal da verir. Deyir ki, əl zəhəbtə iləl mədrasəti əmsi. Deyir, dünən məktəbə getdinmi? Cavabında deyir ki, lə, zəhəbtu iləl mədrasəti əmsi. Xeyr, dünən məktəbə getmədim. Gördüyünüz kimi, lədən sonra fe'lin qarşısında mə ədatı gəlir və mə zəhəbtu getmədim mənasını verir. İndi isə burada qaydamızda nə var? Bələ və nəam cavab ədatları var. Bələdə, nəamdə ikisi də bəli mənasını verir. Sadəcə bunların işlənmə yerləri var. Bunu sizə izah eləyim. Məsələn, əgər bizim belə deyim də, sualımız təsdiqdədirsə, biz bu zaman nəamdan istifadə edirik. Yox, əgər inkardadırsa, biz bu zaman bələdən istifadə edirik. Baxaq görə nümunələrimizdə var. Baxın, burada deyir ki, zəhəbtə iləl mədrasəti əmsi. Dünən məktəbə getdinmi? Baxın, təsdiqdə verir də, getdinmi? Cavabında deyir ki, nəam, bəli, zəhəbtu və yaxud da ləmə zəhəbtu. Xeyr, getmədim. İndi isə bunu inkarda verir. Deyir ki, sualımızda, əmə zəhəbtə. Gördünüz, əmə, yəni getmədimmi? İləl mədrasəti əmsə, dünən məktəbə getmədimmi? Bunu bu formada deyəndə bunun cavabı bələ ilə olacaq. Bələ zəhəbtu, bəli getdim. Nəam mə zəhəbtu, bəli artıq getmədim mənasını verir. Yəni bələ zəhəbtu getdim, nəam mə zəhəbtu, yəni getmədim. Bu da bizim 4-cü dərsimizin qrammatik bölümü. İndi isə gələk Mədinə 2-nin 4-cü dərsinin tapşırıqlarına. Əd-Dərsu Rabiu 4-cü dərs. Yusuf və İbrahim arasındakı dialoqdur. Biraz da böyüdək bunu. Deməli, burada başda bir də onu deyim ki, əgər yəni xanımlar və uşaqlar ərəb dili dərslərimizə qoşulmaq istəyirsə, YouTube kanalıma orada yorum bölümündə yazıb istəklərini bildirə bilərlər. Dərslərimiz onlayn keçirilir. Həftədə 2 dəfə və yaxud da 3 dəfə
bu formada dərslər keçirilir. Bu arada kanalımı bəyənməyi, yəni videoları bəyənməyi, yorum yazmağı və yaxud da ki, like etməyi, paylaşmağı da unutmayın, zəhmət olmasa. Başlayaq dərsimizə. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu. Və aleykum əssalam və rəhmətullahi və bərəkətuhu. Əhlən və səhlən və mərhəbə bikə yə xali. Xoş gəlib səfa gətirdin və salam olsun yəni sənə ey dayım. Keyfə həlukə, necəsən? Ləalləkə bi xayrin. Yəni ləalləkə ümid edirəm ki, sən yaxşısan. Əlhəmdülillah, Allaha həmd olsun. Əynə əbukə yə İbrahimu? Ey İbrahim, sən atan haradadır? Zəhəbə ilə suq, bazara getdi. Və əynə ummukə, bəs anan haradadır? Zəhəbət ilə xaləti Zeynəbə. Xalam Zeynəbə getdi. Və əynə ixvatukə, bəs sənin deyir qardaşların haradadır? Zəhəbu, görün qardaşlar cəmdə olduğuna görə zəhəbu ilə cəmiyə. Deməli universitetə getdilər. Və əynə əxavatukə, bəs bacıların haradadır? Zəhəbnə iləl mədrəsəti. Bacılar da qadın cinsində olduğuna görə zəhəbnə ilə deyirik. Məktəbə getdilər. Əmə zəhəbtə iləl mədrəsətil yevmə. Deyir, yəni sən deyir, bugün məktəbə getmədinmi? Baxın, əmə zəhəbtə. Bələ zəhəbtu və rəcətu bə'dəl hissatil ulə. Deyir, bəli, getdim, yəni zəhəbtu getdim və rəcətu qayıtdım. Nə vaxt? Birinci dərsdən sonra. Liməzə rəcətə, nə üçün qayıtdın? Rəcətu liənnəni məridun. Çünki mən xəstəyəm. Liənnəni çünki mən mənasını verir. Lə bə'sə, yəni eybi yoxdur. Zəhəbtə ilə tabibi. Deyir, həkimə getdinmi? Nəam, zəhəbtu. Bəli, getdim. İndi tapşırıqlarımıza baxaq. Burada deyir, birinci tapşırıqda aşağıdakı suallara cavab ver. Birinci sualımızda əynə zəhəbə Əbu İbrahimu. Deyir, buradakı İbrahimin atası hara getdi? Zəhəbə ilə suq, yəni bazara getdi deyə bilərik. İkincidə və aynə zəhəbət ummuhu. Deyir, bəs yəni anası hara getdi? Zəhəbət iləl xaləti Zeynəbə. Yəni xalası Zeynəbə getdi. Üçüncü sualda mətə rəcaə İbrahimu minəl mədrəsəti. İbrahim məktəbdən nə zaman qayıtdı? Və yaxud da nə vaxt qayıtdı deyə bilərik. Rəcaə bə'dəl hissatil ulə. Yəni birinci dərsdən sonra qayıtdı. Gəlir ikinci tapşırığımıza. Burada doğru cümlələrin qarşısında sahihun, yanlış cümlələrin qarşısında isə xəta işarəsini qoyacağıq. Əvvəlcə oxuyaq. İbrahimu bu uxti Yusufu. Deyir ki, Yusufə daha doğrusu, deyir İbrahim Yusufun bacısının qardaşıdır. Burada doğru olacaq. Sonra Yusufu əmmuhu İbrahimə. Yusuf deyir İbrahimin əmisidir. Yəni bu xətadır. Əxavatu İbrahimə, sonra zəhəbnə iləl məktəbəti. İbrahimin deyir bacıları kitabxanaya getdilər. Xeyr. Yəni xəta olacaq. İxvatu İbrahimə və zəhəbu iləl cəmiə. Deyir İbrahimin qardaşları universitetə getdilər. Bu doğrudur. Yəni həzə sahihun. Məz zəhəbə İbrahimu ilə tabibi. İbrahim həkimə getmədi. Bu da xətadır. Doğru deyil. Gələk üçüncü tapşırığımıza. Üçüncü tapşırığımızda bizə zəhəbə feilin verir və cümlələrimizə uyğun burada zəhəbə feilin yerləşdirəcəyik. Buradan alt-alta oxuyacağım. Yəni ki, böyüdüm deyə rahat olsun. Deyirəm. Əl-əvlədu burada cəmdə olduğuna görə zəhəbu qoymalıyıq. İləl məl-abi. Yəni uşaqlar stadiona getdilər. Sonra üçüncünü deyirəm. Əl-müdərrisu təkdə olduğuna görə zəhəbə olacaq. Əl-müdərrisu zəhəbə iləl fasli. Müəllim sinifə getdi. Sonra uxti qadın cinsindən təkində olduğuna görə zəhəbət olacaq. Uxti zəhəbət iləl mətbəxi. Bacım mətbəxə getdi. Gələk bura. Ət-talibətu qadın cinsindədir və burada cəmdə olduğuna görə tələbə qızlar. Burada zəhəbnə
deyəcəyik. Ət-talibatu zəhəbnə iləl mədrəsəti. Qızlar məktəbə getdilər. Sonra ənə təkdə olduğuna görə həmçinin qadın cinsində zəhəbtu yerləşdirəcəyik. Ənə zəhəbtu iləl mətari deyir, mən hava limanına getdim. Sonra əynə, burada əntəyə, yəni müraciət edir kişi cinsinin təkinə. Əynə zəhəbtə əntə. Sən hara getdin? Yəni belə olur. Sonra verilmiş cümlələrdə səhvləri düzəltməyimizi bizdən tələb edir. Baxaq. Deməli, zəhəbtu iləl müstəşfə yə Muhammedu. Muhammed kişi cinsində olduğuna görə, yəni müraciətimiz, onda zəhəbtə olmalı. Burada deyir, ey Muhammed, zəhəbtu verib, bunu zəhəbtə etməliyik. Deməliyik ki, zəhəbtə iləl müstəşfəl yə Muhammedu. Ey Muhammed, xəstəxanaya getdinmi? Sonra Əminətü və Fatimətü və Zeynəbu racəu. Racəu olmaz, çünki burada qadın cinsinin cəmindən danışdığına görə biz burada racə'nə deməliyik. Racə'nə minəl cəmiyyəti. Əminə, Fatimə və Zeynəb universitetdən qayıtdılar. Sonra Zümələ-i zəhəbə ilə Məkkətə. Burada Zümələ yoldaşlar və cəmdə olduğuna görə və kişi cinsində olduğuna görə zəhəbu deyəcəyik. Zümələ-i zəhəbu ilə Məkkətə. Deyir, yoldaşlarım Məkkədən qayıtdılar. Ənə racətə minər-riyədi əmsi. Burada deməli, ənəyə görə racəhtu olacaq. Minər-riyədi əmsi deyir, dünən mən ər-riyaddan qayıtdım. Məryəmu və bənətuhə və burada bənətuhə verir. Deməli, Məryəm və onun qızları burada zəhəb nə olacaq? İlə cüddə. Yəni, Məryəm və onun qızları Cüddəyə getdi. Ummi qalə. Ana dedi, burada qalət olacaq. Ummi qalət. Qadın cinsinə görə anam dedi. Ənə məridun, mən xəstəyəm. Hətta burada ənə məridatun olacaq, mən xəstəyəm. Sonra gəlirik 5-ci tapşırığımıza. Burada nə deyir? Burada mə ədatından istifadə edib suallara cavab verəcəyik. Baxaq. Zəhəbtə iləl mədrəsəti əmsi. Deyir, dünən məktəbə getdinmi? İnkar eləsə deyirik ki, mə zəhəbtə iləl mədrəsəti əmsi. Burada deyirik ki, dünən məktəbə... burada cavab istəyir bizdən. Onda deməliyik ki, təsdiqdə olduğuna görə cümləmiz. Deməliyik ki, mə... Bu zaman deməli, nəğəm və yaxud da deyə bilərik ki, nəğəm zəhəbtu iləl mədrəsəti əmsə. Bəli, dünən məktəbə getdim. Sonra, üzr istəyirəm, burada məni də daxil etməli, getmədim deməliyəm. Onda olacaq ki, deməli, lə, mə zəhəbtu, bu formada verməliyəm, iləl mədrəsəti. Sonra nə deyir burada? Racəə əbukə min Bəğdadə. Deyir, sənin atan Bağdaddan qayıtdı mı? Deməliyəm ki, ləmə, deməli, racəə əbi min Bəğdad. Xeyr, mənim atam Bağdaddan qayıtmadı. Sonra zəhəbət uxtukə iləl müstəşfə. Deyir, sənin bacın xəstəxanaya getdimi? Olacaq ki, ləmə zəhəbət uxti iləl müstəşfə. Xeyr, mənim bacım xəstəxanaya getmədi. Bu belə. Sonra gəlirik 6-cı çalışmamıza. Burada verilənlərə diqqət etməyə tələb edir. Burada deməli ənlə ilə və innə ilə bağlıdır və li hərfi cərin daxil eləyir. Məsələn, bura baxın, li ənnə plus, yəni huva gələndə li ənnəhu olur, çünki o kişi mənasında verir. Li ənnə, sonra burada hiyə verir qadın cinsinin təkində. Olacaq li ənnəhə, çünki o qadın cinsində. Burada da məsələn li ənnə, yəni üstə gəl əntə, li ənnəkə, çünki sən. Bu formada. İndi misallara baxaq. Racəə Həmidun minəl mədrəsəti li ənnəhu məridun. Deyir ki, Həmid məktəbdən qayıtdı, çünki o xəstədir. Racəət Əminətu minəl mədrəsəti li ənnəhə məridatun.
Əminə məktəbdən qayıtdı, çünki o xəstədir. Raca'tu minəl mədrasəti li'annəni məridatun. Burada da deyir, məktəbdən qayıtdım, çünki mən xəstəyəm. Sonra burada tapşırıq verir. Deməli, inkar cümlələrimizdə bələ ilə cavab verəcək, təsdiq cümlələrimizdə nəamlə. Baxaq. Zəhəbtə iləl mədrasəti əmsi. Dünən məktəbə getdimmi? Burada nəam deyə bilərəm. Zəhəbtu verib qarşısında onsuz da. Biraz balacalaşdıraq. Əmə zəhəbtə iləl mədrasəti əmsi. Dünən məktəbə getmədimmi? Burada da bələ zəhəbtu. Yəni, bəli, getmədim deyə bilərəm. İndi baxaq. Raca'a əbukə minə suqi. Atam bazardan qayıtdı mı? Deyə bilərəm ki, nəam zəhəbtu. Əstəğfurullah, nəam zəhəbə. Zəhəbə nədir? Nəam raca'a əbi minə suqi. Bəli, atam bazardan qayıtdı. Sonra mə raca'a əbukə minə suqi. Deyirsən, atam bazardan qayıtmadı mı? Bələ deyə bilərəm. Bələ raca'a əbi minə suqi. Bəli, atam bazardan qayıtdı. Zəhəbət Leylə ilə cəmiə. Leylə universitetdə getdimi? Nəam zəhəbət deyə bilərəm. Bəli, getdi. Əmə zəhəbə əxukə ilə riyədi. Deyirsən, atan Riyaddan qayıtmadı mı? Burada da bələ zəhəbtu əxuki, daha çox əxi ilə riyədi. Bəli, mənim qardaşım Riyaddan qayıtdı. Bu da belə. Bu da bizim tapşırıqlarımız idi. Ümid edirəm hər biriniz üçün faydalı